Ermənistanda keçirilən parlament seçkilərinin ilkin nəticələri regionda və beynəlxalq mətbuatda geniş müzakirə olunur. İlkin məlumatlara görə baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi Mülki Müqavilə Partiyası rəqiblərini əhəmiyyətli fərqlə qabaqlayaraq hakimiyyətdə qalmağa yaxın görünür. Bu seçkilər adi siyasi yarışdan daha böyük məna daşıyırdı. Ermənistan cəmiyyəti Qarabağ münaqişəsinin başa çatmasından və regionda yaranan yeni geosiyasi reallıqdan sonra ölkənin gələcək istiqamətini müəyyənləşdirən seçim qarşısındaydı. Seçki kampaniyası dövründə müxalifət əsas diqqəti Qarabağ mövzusuna yönətmişdi. Hakimiyyət Qarabağ məsələsində uğursuzluqda ittiham edilir. Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması siyasəti tənqid olunurdu. Müxalif qüvvələr daha sərt siyasi xətt və Rusiya ilə münasibətlərin gücləndirilməsinin tərəfdarı kimi çıxış edirdilər. Lakin ilkin nəticələr göstərir ki, erməni seçicilərinin əhəmiyyətli hissəsi yenidən Paşinyana etimad göstərib. Bu isə onu deməyə əsas verir ki, cəmiyyətin bir hissəsi revanşist çağırışlardan daha çox sabitlik, iqtisadi inkişaf və beynəlxalq təcriddən çıxış perspektivlərinə üstünlük verir. Qərb mediası seçkilərin nəticələrini Ermənistanın qərbə inteqrasiya siyasətinə verilən dəstək kimi qiymətləndirir. Bir sıra beynəlxalq nəşrlər Paşinyanın mümkün qələbəsini, Rusiyanın Cənubi Qafqazdakı təsir imkanlarının zəifləməsinin növbəti göstəricisi kimi təqdim edir. Digər tərəfdən Rusiya yönlü siyasi dairələr hesab edirlər ki, Ermənistanın Moskva ilə münasibətlərdən uzaqlaşması ölkənin təhlükəsizlik maraqlarına zərər verə bilər. Onların fikrincə bölgədə dəyişən geosiyasi balans Ermənistan üçün əlavə risklər yaradır. Seçkilərlə bağlı müzakirə olunan məsələlərdən biri də Qarabağdan Ermənistana köçmüş ermənilərin bir hissəsinin səsvermədə iştirak edə bilməməsi ilə bağlı iddialardır. Müxalifət və bəzi hüquq müdafiəçiləri bu məsələni seçki prosesinin legitimliyi kontekstində gündəmdə saxlamağa çalışırlar. Qarşıdakı günlərdə bu mövzu ətrafında siyasi mübahisələrin davam edəcəyi istisna deyil. Azərbaycan baxımından isə seçkinin nəticələri xüsusi maraq doğurur. Əgər ilkin nəticələr təsdiqlənərsə, Paşinyan hökuməti Azərbaycanla sülh sazişinin yekunlaşdırılması istiqamətində daha güclü siyasi mandat əldə etmiş olacaq. Bu isə regionda diplomatik baxımdan yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Bununla yanaşı, müxalifətin topladığı səslər göstərir ki, Ermənistan daxilində revanşist və Rusiya yönlü siyasi baxışlar hələ də müəyyən sosial dayaqlara malikdir. Bu səbəbdən seçkilərdən sonra ölkədaxili siyasi mübarizənin davam etməsi ehtimalı yüksək olaraq qalır. Beləliklə, bu seçkilərin əsas nəticəsi təkcə Paşinyanın hakimiyyətdə qalması deyil. Əsas nəticə Ermənistan cəmiyyətinin mühüm hissəsinin hazırki mərhələdə yeni qarşıdurmadan daha çox sabitlik və gələcək inkişaf perspektivlərinə üstünlük verməsi kimi görünür. Bu tendensiyanın uzun müddətli olub-olmayacağını isə qarşıdakı dövrdə Ermənistan hakimiyyətinin atacağı addımlar, Azərbaycan-Ermənistan münasibətlərinin inkişafı və regiondakı geosiyasi proseslər müəyyən edəcək. Sumqayıt, ölkə və dünya gündəmindən ən son xəbərləri dərhal öyrənmək üçün Sumqayıt TV-nin YouTube kanalına abunə olmağı və